Xəbər verdiyimiz kimi ötən gün Ağsu rayonunda selin ekskavator aparması nəticəsində tikinti sahəsinin rəisi Pərviz Həyatullayev həlak olub. Qafqaz İnfonun məlumatına görə sosial şəbəkədə hadisənin görüntüləri yayılıb. Görüntülərdən məlum olub ki, şirkətin 2 əməkdaşı Ağsu çayında yaranmış sel nəticəsində köməksiz vəziyyətdə qalıb. Bu zaman onların digər iş yoldaşları ekskavator vasitəsilə həmin əməkdaşları xilas etməyə çalışıb və Pərviz Həyatullayev də ekskavatorun çalov hissəsində həmin şəxslərə yaxınlaşaraq kəndirlə onları xilas etmək istəyib. Bu zaman sel daha da güclənib və ekskavatoru aparıb. Ekskavatorda olan Pərviz Həyatullayevlə digər əməkdaş çaya düşüblər. Onlardan Pərvizin həyatını xilas etmək mümkün olmayıb. Digər 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Qeyd edək ki, 42 yaşlı Pərviz Həyatullayev 4 uşaq atası idi. Allah rəhmət eləsin.